Röşen Bey, sabahınız hayırlı olsun. Salam sabahınız xeyir, nə var nə yox? Teşekkür ederim. Bu güzel günde sabah tezden değerli izleyicilerimiz sizin huzurunuzdayız. Güzel evlerimizin təqdimatına Hamınızı xoş gördük. Kanalımızı bəyənin. abone olun ve yeni bildirişlerden tabii ki haberiniz olsun. Röşen Bey. Bəli, siz keçin də, bəli, siz keçin. Keçin, keçin. Assalamu aleykum, qonşu nə var nə yox? Cümləmizin inşallah. Değerli izleyicilerimiz, her saat hele 10 yoktu. Tezlerden çıkmışık ki etraflı Millət deyir bizlə kimdir? etraflı şekilde bu evi kaçırmaya. Bakın yeni satışa çıktı ve sadece bizde var. Sultan Ofis sayfamızda var. Değerli izleyicilerimiz, evimizin kıymeti sadece 68.000 manata. Çok geniş otaqları var. Qonaqlı qaralı adamlar için tam əlverişli, değil mi Röşen Bey? Buyurun Bəli. siz de təqdimata keçin. İzleyicilerimiz Bəli, görsünler. Bax bu evimiz belə nə bilim hardasa 14 metrdir, 15 metrdir. Beləsi hardasa 12 metrdir, nədir? Dəyərli dostlarım, ümumi hardasa belə deyim də 140 kvadratlıq olan 4 otaqlı, geninə bolunu olan bir həyət evidir. Evimizin qiyməti 68.000. Ayşə xanımın əlaqə nömrəsi 055 570 96 40. Ve Röşen Bey'in əlaqə nömrələri değerli izleyicilerimiz 051 558 08 28. Sənədlər fərdi yaşayış üçün verilən çıxarış sərəncamıdır. Qazı, işığı, suyu hamısı var dəyərli dostlarım. Keçirəm indi evi Qurqom ətrafını fırlanaq. Ondan sonra Allah'ın izniyle Ayşə xanım girsin evimiz içərsin. Birinci padvalı göstərək. Değerli Göstəriniz. dostlar, değerli izləyicilər. Çox dərin Padvalı götürdük. göstər. Çok derin götürdüm. Dərin, geniş, Bəli. iri bir padvaldır. Boy verir, mən altında rahat gəzirəm. Gəlin bura. Ve bunu deyək ki Röşen Bey, ev oturulmuş evdir. Güzel olur sen de yaz kış bahar. Güzel olur sen de yaz kış bahar. Dur görək tut derəm buradan. Röşen Bey, Bəli. buyurun tut taxtıdır. Nuş elə, nuş elə. Buyurun, buyurun. Yo, yo, mən yemirəm. O şeydə bizdə həyətdə var qonşunun. O budağı bir yana elə hələ. Hanı? De. Gözəl. Değerli izleyiciler, bakın evin arkasında tutuna kadar var. Qonşuda biter, bize de düşer. Ay. bu mənim sözümdür. Qonşuda bitər, bizə də düşər. Yeterlidir, yeterlidir. Başlayaq. Gözəl yurdumun. Gəl. Teşekkür Güzel ederim. kendimiz, biner kendimiz. Bunlar laf qəşəngdir. Safdır. Quşlar, quşlar ne güzel okuyor. Beh, 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 beh. Ne geçen okuyor. Güzel olur sende yay kış bahar. Güzel olur sende yay kış bahar. Yaşıl Bunlar meşeli. müştərilərimizin Qarlı əvəzindən, dağların. izləyicilərimizin əvəzindən. Sərf oxuya bilərəm, bu üzülü bilsinlər. Buyurun keçin Röşen Bey. Bizim güzel biner kendimiz, biner kendimiz. Mən saldım bu dağa daşa. Buradan keçəməyəsiniz siz Aysun xanım. Mən keçərəm. Keçə bilərsiniz. Keçərəm, niyə keçməm? Sən keçən son mənə nə var Biraz keçməyə? burada şüşələr qoyublar. Bu şeyin... Atam, mən elə bildiyim dədə baba yolu ilə gəlirəm. Get. Mənə salıb bu dağa daşa. Eyb yoxdur, bu tutdan dərdim yedim. Buna dəyərli izləyicilərimiz. Sübdən vitamindir, qandır. Ya Allah, keçdik. Ay Röşen. Kurgun fırlanacaksan diye bütün üzüm misə dəmrə fırlandı hamısı. Dünya aləm vecinə deyil, oxuyuruz üçün orada. Buyurun. Ayşe xanım, Bəli. zəhmət olmasa bax, balkonu, evimizin nə qəşəng balkonu var, teras. Mən Balkon, teras. bunu ilk gündən demişəm. Deyirəm ki, payızda, qışda bura bir dənə masa sandalya qoyursan, rahat bir şəkildə çayını, qəhvəni yudumlaya, yaxşı seyr eləyirsən. Bəh, 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 dəymə keyfimə. Gözlərimizi bir dənə görsək, nə ilə işlənibdir? Gözlərim üstə. Universal 400 marka az beton siment. Gördünüz? Bəli. Universal az beton siment daha. Onu da reklam elədik. Şəxsi tikili evdir.
tam təmirlidir. Az çorlu kartına qədər hamısı pol taxtalarıdır. Əməlli başlılar. Ayşun xanımın təqdimatı ilə keçirik inşallah evimizin içinə. Buyurun. Gəlin. Gözəl yurdumun Bina kəndimiz. Bina kəndimiz. Bura şadlıq sarayıdır. Bir də Röşən bəy evin lakını təzə vurublar. Pullar par parıldayır. Çox Güzgüdür, güzgü. Bəli. Qapılarındakı kim nə istədi qoy ver. Mənim çiçəklərim, mətbəxi təqdim edeyim sizə. Düzdür, mətbəxə belə bir mebel qoyublar və mətbəx genişdir. Sadəcə bunu götürəcəklər. Bu köhnə kim yaşayıbdısa onun mebeldir. Bunları istəyirsən saxla qalsın, istəyirsən götürsünlər, fərqi yoxdur. Bəli, çox gözəl, rahat, işıqlı, geniş mətbəxə sahibdir. Fikirləşin, buradan baxın, kafelərini göstərmək istəyirəm ki, yəni mərmər dəsənli, ağ rəngdə vurulur. Belə ölçüsünü də deyə bilərəm, dəyərli dostlarım. 5 metrənin 3 yarımı olan 4, 5 metr. 5 metrdir o bunu. 5 metrənin mən deyirəm da 3 yarımı olan mətbəxdir bura. Çox rahat, çox geniş. Bunun Röşən bəy, zalı təqdimatını da mən deyirəm. Buyurun Ayşun xanım. Baxın. Bir daha baxın. Beləçinin zal hansı evdə var axı. Səsi echo verir. Sanki şadlıq sarayının zalıdır dəyərli izləyicilərimiz. Değil mi Röşən bəy? Vallahi mən top olaydı burada futbol oynarım. Aha. Biraz zaldır. Yani futbol meydançası kimi zaldır dostlar. Röşən bəy, qiyməti təkrar edin izləyicilərimiz. 8 metrənin 5 yarımı olan zalımızdır dostlar. 8'in 5 yarımı. Siz ölçün da. Qiymət 68 min. Vallahi oturulmuş, şəxsi kişili, yaşayışlı ev üçün. Röşən bəy, Sultan ofis səhifəsindən gələnlərə ev sahibi tərəfindən indirim olunacaq, mənə onu de. Mütləq. Bir dənə buna baxın. An içirəm Allahımıza bax. Bir dənə baxın. Şəxsi evdə onu qoparda bilmərsiniz ki siz. Əsəbləşmə. Yəni, qorxmur. Baxın, əlimin izinə də baxa bilərsiniz. Bəli. Vücud deşik oldu, qorxmur. Baxın, təmizləyirəm deşikləri görsər, bax əlimin. Yəni, nə tərsi sıxdımsa, qorxmur. Bir dənə buradan siment qopardan oğlana, gəlsin elə hər siment qopardan da minmat düşəcək. Yəni, əli ilə arma, başqa şeylə yox. Akörka, bıçaq, tren, vagon dairəndə yox. Yəni, akörka ilə də qopardanmaz, amma şeylə, preparatorla söhbət getmir da. Evimizin koridoru geniş, zalı geniş. Bax, burada bir dənə defisk otağı var. Defisk otağı var, uşaq otağı. Və bir dənə bunun yataq otaqlarına baxaq, Ayşun xanım. 5'in 5'e yataq otaqları. Zal boydana, geniş. Yəni bildiyiniz bazı evlərin zalıdır da. Bəli, çox İki düzdür. pəncərəli 5'in 5'e yataq otaqlarıdır. Gəlin bura. Amma 5'in 5'e yataq otaqları. Yəni yataq otaqlarına söz yox. Mənim öz evimin yataq otağından böyük və genişdir. Həqiqətən deyirəm dəyərli dostlar. Amma vallahi gəlin. Sanitar qovşağı da genişdir Röşən bəy. Evimizin sanitar qovşağıdakı 2 yarımın 3'e olan sanitar qovşağıdır. Bəzi evlərin mətbəxi kimi. Həqiqətən ha, yəni mətbəxindən də hətta genişdir. Dəyərli dostlarım, dəyərli izləyicilərim, bax belə bir evi əldə etmək üçün Ayşun xanımın əlaqə nömrələri, WhatsApp-ı da aktivdir 055 570 96 40 və 051 558 0828 dəyərli izləyicilərimiz Röşən bəyin əlaqə nömrələri. Röşən bəy, bunu da vurğulayın da bu evin qapıları da təhvil veriləcək. Bax onu deyək də hələ. Evin emulsiya, çöl emulsiya rəngi, kim istəsə onun zövqünə uyğun rəng vurulub veriləcək. Qapıları qoyulacaq, kim nə rəng qapı istəsə o qapı da qoyulub veriləcək. Ağ desən, və balkonun məhəccərinə qədər, eyvanın məhəccərinə qədər. Çölün o balkon hissəsi var da, o tutacaq olur məhəccər. Yəni çox adam məhəccər deyir, çox adam nə bilim başqa bir şey deyir, tutacaq deyir, nə deyirlərsə. Obşun, buralar hamısı tamamilə vurulub təhvil verilir. Kombi xəttlərinə kimi hamısı var. Hətta hamısı yoxlanılıb, gözlərinə də belənsinin dəsmal qoyublar ki, içinə bir şey girməsin və gözünü tutmasın dəyərli dostlarım. Real alıcılar buyursunlar, zəng eləsinlər. Ayşun xanım nömrəsini də dedik, mənim də nömrəmi dedik, qiymətdə 68 min. İnşallah kanalımızı da bəyərsiniz. Abunə olaraq Zülfü Məsəd oğluna bildiklər açmağı unutmursunuz. Görüşərik. Sağ olun dəyərli dostlarım, gələn görüşlərə dək.